Maria Montessori hər zaman müəllimi, şagird və mühit arasındakı dinamik bağa bənzədirdi. Elə bu səbəbdən müəllimin spontanlığını və şən əhval-ruhiyyəsini poza biləcək, məhv edəcək hər hansı bir cümlə və sözdən çəkinirdi. O deyirdi: "Dərs vermək haqqında çox az göstərişlər verirəm. Çünki mənim cümlələrim və sözlərim əzbərlənmiş qayda olmalı deyil. Müəllimlər mühitdə işləyərkən müxtəlif xarakterli uşaqlarla işləyirlər. Bax, elə onların işləyərkən həmin şagirdlərin xarakterlərini təyin edib ona əsasən hərəkət etmələri, bax bu tamamilə başqa bir aləmdir." Buna rəğmən Maria Montessori'nin dərs keçmə ilə bağlı ümumi prinsipləri var idi. Elə biz müəllimlər də hal-hazırda bu qaydalara riayət etməyə çalışırıq və bu mütləq şərtlərdən biridir. Bunlardan biri isə şagirdə dərs verərkən müəllimin zəruri söz və ifadələrdən əlavə heç bir ifadə və cümlələrdən istifadə etməməsi idi. Çünki istifadə olunacaq əlavə söz və ifadələr şagirdin diqqətini başqa bir şeyə yönəldə və yaxud əlavə suallar verməsinə səbəb ola bilərdi. Maria Montessori'nin Segan tərəfindən təklif olunan 3 mərhələli dərsi bu problemin tam həllidir.